İsrail-İran münaqişəsinin 11-ci günündə Astara sərhəddindən 100-dən çox əcnəbi Azərbaycana təxliyə olunub. Təxliyə edilənlər arasında Rusiyanın İrandakı səfirliyinin 20-yə yaxın əməkdaşı və ailə üzvləri də var. Gecə saatlarında da Astara dövlət sərhədindən buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində çalışır. Son saatlarda İrandan Azərbaycanın açdığı humanitar dəhliz vasitəsilə keçən əcnəbi vətəndaşlar arasında İran əsilli vətəndaşlar çoxluq təşkil edir. Təxminən 80 nəfərlik təxliyə qrupu əsasən İtaliya vətəndaşlarıdır və yaxud yaxın qohumlarının göndərdiyi viza əsasında İtaliyaya gedən İranlılardır. Ölkəmizdən tranzit kimi istifadə edən əcnəbi vətəndaşların hər biri ölkəmizin onlar üçün yaratdığı rahat şəraitə və səmimi münasibətə görə minnətdarlıq edirlər. Hamı çox mehriban idi. Heç birimiz əslində nə olacağını bilmirik. Biz sadəcə Bakıda İtaliya səfirliyinin nümayəndələrinin dediklərinə əməl edirik. Onları izləyirik. Burada göstərilən diqqətə görə Azərbaycan tərəfindən təşəkkür edirəm. Mən Tehrandan gəlirəm, İtaliyaya gedirəm. Mənim xanımım oradadır, İtaliyalıdır. Çox gözəl, çox rahat gəldik bura. Günün birinci hissəsində Astara dövlət sərhədindən buraxılış məntəqəsində xüsusi aktivlik müşahidə olunmasa da, günün ikinci yarısından başlayaraq kiçik qruplar şəklində ümumilikdə 100-dən çox xarici ölkə vətəndaşı Azərbaycan ərazisinə keçib. Gömrük prosedurundan sonra əcnəbi vətəndaşlar avtobuslarla Bakı şəhərinə yola salınıb. Miqrasiya prosesi olduqca asan keçdi. Azərbaycana keçmək üçün bizə bir kod lazım idi. Azərbaycan bu məsələdə çox yaxşı işləyir. Onlar bizə çox yaxşı münasibət göstərdilər. Azərbaycan tərəfindən bizə yaxşı kömək olundu. Nəticə etibarilə çətinliklər aradan qaldırıldı və biz Azərbaycana daxil ola bildik. Böyük kömək və dəstəyə görə təşəkkürümü bildirirəm. Bizim viza və Azərbaycan tərəfindən verilmiş bir kodumuz var idi. Bu şəkildə sərhədi keçdik və Azərbaycan xalqı çox mehribandır. Azərbaycana gəlmək üçün viza almaq mümkün oldu və mən buna görə çox xoşbəxtəm, çox minnətdaram. Mən həqiqətən bilmirəm. Bu ölkədə ilk dəfədir ki olmuşam. Ona görə də çox şey bilmirəm. Nəhayət vizamızı və 5 Britaniyalı pasportunu tapdıq və bugün səhər saat 6-dan bəri İran tərəfdəyik. İndi bura çatmışıq. Təşəkkür edirəm. İndiyədək hər şey çox yaxşı və xoşdur. Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan ərazisindən tranzit keçidlə öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş ediblər. Rövşən Almazoğlu, Fidan Səfərspoyuz, Xəbər Astara.